Salam. İtkin qəhrəmanların axtarışı ilə bağlı hazırladığımız ikinci verilişə baxırsınız. Ötən verilişdə də qeyd etdiyim kimi 1994-cü ilin fevralın 10-12-si aralığında Kəlbəcərin Qızılqaya yüksəkliyində 5-ci Bərdə taborunun 23 döyüşçüsünün itkin düşməsi barədə məlumat vermişdim. İllər sonra məlum olub ki, onlar keçmiş 701 saylı hərbi hissənin mühasirəyə düşməməsi üçün ermənilərin çoxsaylı hərbi birləşməsinin qarşısından geri çəkilmədən ön postda son damla qanlarına qədər döyüşüblər. Lakin təəssüflər olsun ki, o dövrdə 5-ci Bərdə taborunun komandirləri yaralanma və xəstəlik səbəbindən ərazidə olmadıqları üçün nə onları əvəz edənlər, nə də ki 701 saylı hərbi hissənin yüksək komandanlığı 23 döyüşçüyə dəstək üçün heç bir tədbir görməyib. Əksinə, 701 saylı hərbi hissənin komandanlığı 23 döyüşçünün düşmənin qarşısını kəsdiyini fürsət bilərək hərbi hissənin qalan şəxsi heyətinə geri çəkilmək əmrini verib. Bəs görəsən, bundan sonra nələr baş verdi? Aydındır ki, hərb sahəsinin, döyüşün, müharibənin öz qanunları var. Mülki həyatda bizim üçün cinayət və xəyanət sayıla bilən şeylər hərb müstəvisində qanuna uyğunluq və şəraitdən asılı olan yerində verilmiş qərar ola bilər. Lakin yenə də insanı düşündürən qaranlıq məqamlar var. Belə ki, 23 nəfər döyüşçü həyatlarını fəda etdiyi anda yaxınlıqda olan bütöv bir hərbi hissənin onlara yardım etmədən geri çəkilməsi hərb qanunlarına uyğun zərurət idimi? Yoxsa əskərinin həyatını heçə sayan komandanlığın məsuliyyətsizliyindən yaranan xəyanət? Biz bunu bilmirik. Bildiyimiz isə odur ki, 701 saylı hərbi hissənin şəxsi heyəti ərazini sağ-salamat tərk etmişdi. Lakin 23 döyüşçü ermənilərin çoxsaylı hərbi birləşməsinin mühasirəsinə düşdü. Bəxlə göstərdiyim bax bu hündür dağdır. Onun qabağındakı da bu siqaretini postu olur. Baxın, Murovdan gələn yol. Murovdan gələn yol. Və bax gəlir buradan yanışaq. Yəni düşmən o postdan yenib. Gəlib buranı kəssəydi, bir arxada olan 701 həbslərin heç bir döyüşçüsü buradan çıxa bilməzdi. Hər bir şey bilmək lazımdır ki, onu da bilmək lazımdır ki, siqaretini post, 23 əskər gələn düşmənin qarşısını kəsir. Buradan heç bir kəs ora köməyə getmir. Üstünlüyü veriblər ki, buradan bunlar sağ-salamat çıxsın. 23 nəfər vətən üçün canlarını fəda eləsin, qurban eləsin. Yerdə qalan əskər, gizir və zabitlərimiz sağ-salamat çıxsın. Allah canlarını sağ eləsin, sağ və salamat çıxıblar. Bu 23 bizim qəhrəmanımız da itkin şəhid olublar. Bu günə kimi də heç bir xəbər yoxdur. Bu günə kimi də buradan çıxan əskərlər və gizirlər, zabitlər, yüksək zabitlər bu haqda hələ heç bir şey demirlər. Ağızlarına su alıb oturublar. Vəzifə davası, orada medal davası aparırlar. Amma bu 23 qəhrəman haqda hələ heç bir şey demirlər, danışmırlar. Biz tələb edirik, biz xahiş edirik. Bu 23 qəhrəman əskər haqda maraqlansınlar və bunların qiymətini versinlər, dəyərini versinlər. Həmən sağ-salamat çıxan əskər, gizir və zabitlər də bunların haqqında nə bilirlərsə desinlər. Briqada geri çəkilən vaxtı artıq 5-dən sonra mən 5-də qospitala aparıldım. 5-dən sonra mənim yerimə təyin olunan batalyon komandiri gəlib əməliyyat şahidi tanış olanda artıq onun o qədər vaxtı qalmazdı ki, o tam tanış ola bilsin də. Çünki o döyüş qərarı qəbul etmək üçün əməliyyat şahidini bilmək lazımdır. Yəni o qaçda, qofa-qovda onun da mümkün deyil ki, o nəsə qərar qəbul edə bilsin. Və həmin vaxtda 26-68 artıq ermənilər idi. Burada bizi əsas incidən nədir? Briqada geri çəkilir. 23 nəfər Qızılqayada qalır bizim taborun əskərləri. Onlar sona qədər döyüşürlər, Ömər yolu bağlanmasın və briqada təhlükəsiz geri çəkilə bilsin. Yəni briqada komandanlığı fikirləşmir ki, bu batalyonun bir bölüyü qalıb Qızılqayada. Buna kömək göndərək. Həmin döyüşçülərlə əlaqə kəsildiyi üçün onlardan kiminsə sağ qalması, həlak olması və ya əsir düşməsi barədə məlumat əldə etmək mümkün olmur.
Hadisədən bir il keçdikdən sonra məlum olur ki, itkin düşən 23 döyüşçünün içərisində bir nəfər İran vətəndaşı da olub. Batalyonda baba ləqəbi ilə tanınan Məhəmmədəli Əmir İbrahim adlı həmin İran vətəndaşı bu barədə Azadlıq qəzetinin 13 may 1995-ci il buraxılışında mərhum jurnalist Süleyman Osmanoğlunun qələmə aldığı Dərdini bağırmaq istəyən adam başlıqlı silsilə məqaləsində məlumat verib. Məqaləni oxuyaraq 1994-cü ilin fevralın 10-u 12-si aralığında 23 döyüşçünün mühasirəyə düşdükdən sonra Qızılqayada yaşanan mənzərəni sizə qiyabi olaraq çatdırmaq istərdim. Məhəmmədəli Əmir İbrahimi bildirir. Fevralın 10-una qədər 16 nəfər orada qaldıq. Həmin gün məni dəyişməli idilər. Çünki böyrəklərimdə soyuqlama vardı. Günortadan sonra Yanşaq kəndini qəfil duman bürüdü. 2-3 metr məsafəni seçmək mümkün değildi. Birdən lap yaxın məsafədən ermənilərin səsini eşitdik. Ermənilərin qəfil, özü də düz üstümüzə gəlişi hamımızı çaşbaş salmışdı. Gərgin döyüş başlandı. Ermənilərlə bizi cəmi 10-15 metrlik məsafə ayırırdı. Əvvəlcə bir istiqamətdən, sonra isə sağ və sol, hətta arxa tərəfdən düşmən bizi güllə yağışına tutdu. Demək biz mühasirəyə düşmüşdük. Atışma 1 saata qədər davam etdi. Düşmən addım-addım irəliləyirdi. Birdən mən sanki güllə qatarının axınına düşdüm. Qarnım, sinəm, çiynim, ayağım qana boyandı. Ancaq özümü itirmədim. Ayağa qalxıb düz üstümüzə gələn quldurlara qumbara atanla atəş açmaq istədim. Bu an ayağımdan dəyən pulemyot gülləsi də məni yenidən yerə yıxdı. Sürünüb iri bir daşın arxasına keçdim. Bütövlükdə bədənimdə 12 güllə yarası vardı. Rəşadət məndən 2-3 metr aralıda döyüşürdü. Rabitə qurğusu da onda idi. Rəşadəti çağırıb rabitə qurğusunu istədim. O mənim ən sevimli və qorxmaz əsgərim idi. Rəşadət məni qan içində gördü. Qurğunu uzadıb əlini dizimə qoydu. Mən ona uşaqlarla birlikdə geri çəkilməyi əmr etdim. O isə, ölsəm də, qalsam da səninlə birgə olacağam, dedi. Mən yenidən onun üstünə qışqırdım. Bildirdim ki, düşmənlərin qabağını alacam, siz geri çəkilin. Ancaq Rəşadət yerindən tərpənmədi. Rabitə ilə kömək istədim. Səsimə səs verən olmadı. Qəfildən Rəşadət səndələdi. Düşmən snayperinin gülləsi düz onun ürəyinin başından dəymişdi. Rəşadət Bərdənin Yenidaş kəndindən idi. Ancaq bir-iki kəlmə deyə bildi. Ah, ana, öldüm. Düşmənlər hər tərəfdən üstümüzü alırdılar. Ələddin adlı oğlan vardı, Bərdədən. Məni dəyişməyə gəlmişdi. Ölərəm, ancaq düşmənə əsir düşmərəm, dedi. Sonra əlindəki qumbarı ilə özünü partlatdı. Qəlpələr mənə də dəydi. İsa da, Mehdi də həlak oldular. Bizdən cəmi 200-300 metrlikdə əsgərlər vardı. Təchizat üzrə komandir müavini İntiqam Mirzəyev də onlarla idi. Bu dəhşətli və qeyri-bərabər döyüşdə köməyimizə gələn olmadı. Komandirimiz xəstə olduğundan onu Tahir adlı bir mayor əvəz edirdi. Ondan da bir kömək olmadı. 15 igid əsgərin hamısı şəhid oldu. Bədənimin hər yerindən qan şoralanırdı. Heç nədən xəbərim olmadı. Ayılanda artıq ermənilərə əsir düşdüyümü anladım. Məhəmmədəli Əmir İbrahim adlı bizim komandir vзвод, İranlı. Bunu bizə komandir vзвod vermişdilər, tam komandiri. Və 24-75-də bu gəldi özümə təqdim elədi ki, mən əmrlə verilmişəm, gəlmişəm. Mən Dadir kadra əlaqə yaratdım, dedi, hə, o təyin olunub. Yəni, brigada komandirin əmri ilə bu tam komandir idi, tağımı ona təqdim edeyim. Bu da döyüş hazırlığı olmayan ümumiyyətlə bir adam idi, yəni bilmirdi ki, döyüş nə olan şeydir. Buna tağımı biz təhkim elədik. Və bizim briqadada 4 İranlı var idi. Bunun biri mayor Səyid Taran Qədəməloğlu idi. Biri Rıza Sari idi, biri Həmzə adlı, biri zabit idi. Həmzə yaşayır Azərbaycanda. Biri də həmən bu Məhəmmədəli Əmir İbrahim idi. Baş leytenant idi. Yəni bunlar hansı əmrlə gəlmişlər bu briqadaya? Bunları kim göndərmişdi? Bunlar nə vəzifə tuturdular? Sona qədər də bizə bəlli olmadı ki, bunları kim göndərib? Ümumiyyətlə, indi gəlib bunu şəxsi olmalı daxı biləsən ki, kimdir, bu nəçidir, nə qayırır. O formada götürmüşdülər və bunların əlində xəritələr də olurdu. Yəni, xəritə də ki, məxfidir də, bunlara xəritə də verdilər, bunların əlində xəritə də olurdu. Yəni, bu da bizə aid olmayan məsələ idi. Mən kombatam, mənim üçün Səyid Taran briqadanın hansı bir xidmətində fəaliyyət göstərir. Amma əslində baxsan, bunlar yoxlanmalı idi. Saat 11-12-yə belə işləmiş bir qatı bir duman gəldi. Elə bir ki,
hardasa bir 3-4 metr məsafə görsənmir. Və bu duman gələndən sonra mən artıq ucaq silah səsləri eşitməyə başladım. Burada gördüm ki, uşaqlarla əlaqə saxlayan dedilər, hücuma keçdilər. Əl qumbaraların səsi, qranatometun səsi, pulemyotun, avtomatın səsi gəlir. Mən də o vaxtı uşaqlara dedim ki, hazır olmaq lazımdır, deyilən yeri minamyotla vuraq. Onda bizim demək olar ki, mina atanlar Qızılqayadan aşağı Bağırın üst tərəfdə uğraşdırmışdıq biz mina atanla. Orada dediyim kimi bizim yerimizi də onlar vuranda artıq bildik ki, bizim də mövqelərimiz onlara artıq döyüş gedir. Bizim də mövqeyimiz onlara aydın idi. Sonra mən Piriyev Rəşadətgillə, o Rasiyana mənlə əlaqə saxladılar ki, komandir artıq biz buradan mühasirətdəyik. Bizi dörd bir tərəfimiz, ermənilər bizi mühasirəyə alıbdılar və bizi vurun. Ateşi öz üzərlərindən şeylədilər. Mən müəyyən səbəblərdən həmin yeri vura bilməzdim. Yəni, nə bilim, bəlkə də mənim də yerimə çoxlar olsa fikirləşər ki, çətin bir qərardır. Öz döyüş yoldaşının olduğu yeri vurmaq. Baba ləqəbli Məhəmməd Əli 30 il əvvəlki müsahibəsində 4 nəfər döyüşçünün adını çəkir. Həmin qəhrəman döyüşçülər haqqında müəyyən qədər məlumat əldə etmişik. Onlardan birincisi və daha çox adını çəkdiyi şəxs Rəşadətdir. İranlı komandir Rəşadəti ən sevimli və qorxmaz döyüşçüsü kimi dəyərləndirir, onu hərbçi yoldaşlarını və komandirini tərk etməyən etibarlı və qəhrəman əsgər olduğunu vurğulayır. Rəşadət Əlioğlu Piriyev 1973-cü il oktyabrın 1-də Bərdə rayonunun Yenidaş kəndində anadan olub. Evin son beşiyi olub. Ağdam, Laçın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qızılqaya döyüşündə itkin düşüb. İranlı komandir Ələddin adlı döyüşçünün də qəhrəmanlığını qeyd edir. Onun sözlərinə görə Ələddin adlı əsgər ermənilərə əsir düşmək təhlükəsi yarandığı üçün qumbara ilə özünü partladır. Ələddin Firəddin oğlu Ələkbərov Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Vətənin müdafiəsinə Ağdərə döyüşlərindən başlayıb. Xidmətini Kəlbəcər uğrunda döyüşlərdə davam etdirib. Qızılqayada itkin düşüb. İranlı komandir bundan sonra İsa və Mehdi adlı iki əsgərin də şəhid olduğunu bildirir. Onlardan biri İsa adlı əsgər Bərdə rayonunun Ləmbəran kəndindən olan İsa Fikrət oğlu Miriyevdir. İsa vətənin müdafiəsinə Kəlbəcər döyüşlərindən başlayıb. O da Qızılqayadakı sonuncu döyüşdə itkin düşüb. Məhəmməd Əlinin adını çəkdiyi Mehdi adlı əsgərin isə kimliyi naməlumdur. Belə ki, sabiq batalyon komandiri Gəray Əsədov və batalyonun bölük komandiri Rizvan Qasımov bildirir ki, onlar xidmətdə olduğu müddətdə batalyonda Mehdi adlı əsgər olmayıb. Ola bilər ki, İranlı komandir əsgərin adını səhv salıb və ya həmin əsgər sonradan batalyona cəlb olunub. Bu səbəbdən də Mehdinin kimliyi dəqiq məlum deyil. Və bu insan əsir düşmüşdü, Məhəmməd Əli. Sonra mən 97-ci təsadüf onunla başda görüşdüm. Və bu öz yazıları da var. Azadlıq qəzetində 94-95-də bunun yazıları çıxıb. Orada da göstərir ki, 200 metr bizdən aralıda briqadanın qüvvələri var idi, bizə kömək gəlmədilər. Və orada qeyd edir ki, Rəşadət Piriyev, Ələddin Ələkbərov, sonra İsa'nın adını çəkir, Mehdi adlı bir nəfərin adını çəkir ki, bunlar qəhrəmanlıq göstərdilər, yəni cüzət göstərdilər. Ən əsas odur ki, o əsgərlərimizin hamısı orada şəhid olmuşdular. Və onlar o erməni qüvvələrini o qədər ləngitmişdilər ki, briqada yeri çəkilə bilmir. Çünki briqadanın qərəgahı da yanşaqda idi axı. O 24-75 alınan kimi artıq oradan qüvvələr yanşağa düşürdü. Mən baba haqqında nə deyə bilərəm? Mən 95-ci ildə artıq mən də qospitalda yatdım, qospitalda müalicə alınandan sonra gəldim. 95-ci ildə artıq bizim hərbi hissə Təzəkənd deyilən, bu Ağdam Təzəkənd deyilən kəndi var, məntəqə var, orada yerləşirdi. Mən də oradan elə bir ki, uzun müddət müalicədə olduğuma görə komandirin sərəncamında qalmışdım. Gözləyirdim ki, ya indi məni ya hansısa bir vəzifəyə qoyacaqdılar, ya da ki, təxris eləyəcəkdilər. Komandirin əmrini gözləyirdim. Bir müddətdən sonra
Mən bir gün orada gördüm babanın əlində çəlik və müəttəl qaldım. Dedim, axı bu bizim Rəşadət gilinlə bir yerdəydi axı. Mən buna yaxınlaşdım, dedim, bəs nədir? Dedi ki, mən orada yaralandım, amma uşaqlar axıra kimi döyüşdülər, qəhrəmancasına döyüşdülər və şəhid oldular. Mən babanın orada, yəni o çox artıq söhbətimiz olmadı. O sonra harasa maşınla getdi. Mən belə axırıncı dəfə babanı gördüyüm, yəni 95-ci ilin hardasa təxminən belə deyək də belə vaxtlar olardı ana. İyul, avqust ayları belə vaxtlar idi. Çünki mən onda bəlkə də sentyabr idi. Yadımdan artıq 30 il keçib. Sonra da bilmirəm dayını, baba haqqında ondan sonra mənim məlumatım oldu. Axırıncı dəfə baba ilə orada görüşdük. Əziz və dəyərli qardaşlar, bax, əsl düşmənin postu bu olub. Düşmənin postu bu olub. Bizim 701 hərbisənin 5-ci Bərdə taborunun siqaretini, yəni postu bu olub. Düşmən buradan gəlib, bu ərazidən gəlib, baxın, bu ərazidən gəlib, həmin bu postda duran qardaşlarımızı pusuya salıb. Bu qabaqki dağ da bizim 701 hərbislərin və 5-ci Bərdə taborunun postu olub. Bunu, bax, bu postu gizli post qoyublar. Bu gizli postda bizim 23 qəhrəman canlarını vətən üçün fəda eləyən qəhrəman itkin şəhid qardaşlarımız olub. Bu o biri dağ, yəni bizim post olduğu üçün buranı gizli post yaradıblar ki, düşmən bu yerdən gəlib həmin o dağı mühasirəyə almasın və pusuya salmasın. Düşmən gəlib bu postda, gizli postda duran 23 qəhrəmanımız buradan gələn bax, bu düşmənlərin qarşısını alıblar və son qanlarına kimi döyüşüblər. Nəzərinizə çatdırım ki, 5-ci Bərdə taborunun sabiq komandiri Gəray Əsədov sağlamlıq problemləri ilə əlaqədar və batalyonun 2-ci bölüyünün komandiri Rizvan Qasımov isə ağır yaralandığı üçün Qızılqayadakı sonuncu döyüş zamanı ərazidə olmayıblar. Bu səbəbdən də onlar döyüş postunda kimlərin olduğunu dəqiq bilmirlər. Lakin apardıqları çoxsaylı araşdırma və sorğulara əsasən Qızılqayada şəhadətə yüksələrək itkin düşənlərin sayı İranlı Məhəmməd Əlinin qəzetdə dediyi kimi 15 nəfər yox, 23 nəfər olub. Keçmiş komandirlərin bizə verdiyi 23 nəfərin siyahısını sizə təqdim edirik. Rəşadət Əlioğlu Piriyev, Bərdə rayonu Yenidaş kəndi. Ələddin Firəddinoğlu Ələkbərov, Bərdə rayonu Alaçadırlı kəndi. Pənah Qamboyoğlu Rüstəmov, Bərdə rayonu Qazaxlar kəndi. Faris Həsəoğlu Şirinov, Bərdə rayonu Qazaxlar kəndi. İsa Fikrətoğlu Miriyev, Bərdə rayonu Ləmbəran kəndi. Vüqar İslamoğlu Hüseynov, Bərdə rayonu 32-lər kəndi. Bayram Şəmsəddinoğlu Göyüşov, Bərdə rayonu 32-lər kəndi. Elşən Kamiloğlu Məmmədov, Bərdə şəhəri. İbrahim Yadigaroğlu Quliyev, Bərdə rayonu Qazıqurdalı kəndi. Qılman Surxayoğlu Hacıyev, Bərdə rayonu Kələntərli kəndi. İntiqam Məhəmmədoğlu Məmmədov, Bərdə rayonu Həsənqaya kəndi. Arif İbrahimoğlu Qəhrəmanov, Bərdə rayonu Həsənqaya kəndi. Zülfüqar Allahverdioğlu Məmmədov, Bərdə rayonu Qarayusifli kəndi. Eldar Marifoğlu Sadıqov, Bərdə şəhəri. Sakit Şəmiloğlu Rüstəmov, Bərdə şəhəri. İsmail Alikoğlu Çoluyev, Bərdə rayonu Göyüşlü kəndi. Vüqar Telmanoğlu Məmmədov, Bərdə şəhəri. Yusif Əhmədoğlu Yusifov,
Bərdə şəhəri. Dadaş Şərifoğlu Dadaşov, Ağdərə rayonu İmarət Qərvənd kəndi. 20. Mehdi adlı əsgər, kimliyi naməlumdur və ehtimal olunan daha 3 əsgər, hansı ki onlar hərbi hissəyə yeni göndərilən əsgərlər olub, şəxsiyyətləri naməlumdur. Qeyd edək ki, yuxarıda adı çəkilənlərdən başqa Qızılqayanın ermənilər tərəfindən işğalı zamanı yaxınlıqdakı digər mövqelərdə də şəhid olaraq itkin düşən döyüşçülərin bəzilərinin adları dəqiqləşdirilib. Onları da sizə təqdim edirik. Tanrıverdi Süleymanoğlu Muradov, Bərdə şəhəri. Mehman Əsədullaoğlu Dadaşov, Bərdə şəhəri. Samir Mədətoğlu İbrahimov, Bərdə şəhəri. Mübariz Qağaməli oğlu Pənahov, Biləsuvar rayonu Nəsimi kəndi. Azər Fərruxoğlu Əliyev, Bərdə rayonu Nazırlı kəndi. Cəlal Əlioğlu Əliyev, Yevlax rayonu Nemətabad kəndi. Mobil Qulamoğlu Həsənov, Bərdə rayonu Çələbilər kəndi. Bir daha qeyd edim ki, bu siyahını bizə 5-ci Bərdə taborunun sabiq komandiri Gərək Əsədov və taborun bölük komandiri Rizvan Qasımov təqdim edib. Lakin onlar həmin döyüş zamanı ərazidə olmadıqları üçün bu sayın bir neçə nəfər az, hətta bir neçə nəfər çox olma ehtimalı da var. Tam dəqiq sahibi adlar ancaq ərazidə aparılan axtarış işlərinin nəticələrindən sonra bilinəcək. Axtarışlar isə əksəriyyətin düşündüyü qədər də asan başa gəlmir. Axtarışı aparan müvafiq dövlət qurumlarının əməkdaşları və taborun keçmiş döyüşçüləri itkinlərin tapılması üçün çox böyük fədakarlıq göstərirlər. Qızılqayada itkin düşən 23 qəhrəman döyüşçünün axtarış prosesindəki çətinlikləri diqqətinizə çatdırmaq istərdim. Kəlbəcərin Qızılqaya yüksəkliyində və ətraf ərazilərdə 30 il əvvəl itkin düşən döyüşçülərin nəşinin axtarışları davam edir. Bu dəfə sizə bu axtarışların aparılması zamanı həm müvafiq dövlət qurumlarının, həm də itkin şəhidlərin, döyüş yoldaşlarının, sabiq komandirlərinin qarşılaşdıqları çətinlikləri diqqətinizə çatdıracağıq. Birinci çətinlik – ərazinin dağlıq olması. 30 il əvvəl Kəlbəcərin qayalarında, sıldırımlarında, yüksəkliklərində döyüş zamanı həlak olan insanların yerini tapmaq üçün öncə həmin əraziyə qalxmaq lazımdır. Düzənlik ərazidə və ya səngər içərisində itkin düşənləri tapmaq daha asandır, nəinki dağlıq ərazidə. Belə ki, axtarışda iştirak edən insanlar fiziki cəhətdən dözümlü olmalı, bəzən 3000 metrə çatan yüksəkliklərdə oksigen çatışmazlığına və təzyiqin düşməsinə davam gətirməlidir. Çünki axtarışda iştirak edən insan yüksəklikdə qazıntı işləri apardığı üçün həm də əlavə güc və enerji sərf edir. Buna isə hər kəs qadir deyil. Ərazidə bu dəqiqə iş gedir, baxmıram səpi. Yəni sapyorlar işləyirlər, yerlər qazırlar, patronlar çıxır, paltar qırıntıları çıxır, kəmər çıxdı, müəyyən paltarların qırıntıları çıxır. Bu ərazini də belə lentaladılar hamısını. Bax, uşaqlar burada son qanlarına kimi döyüşürlər. Burada da arxa böyük bir sıldırımdır. Son qanlarına kimi burada döyüşürlər. Bax, bu qazıntılardan da hamısından patron qırıntıları, kəmər. Bunların hamısı qazılacaq mənim bura. Bax, belə paltarlar çıxır. Bunların hamısı işarələnir. İndi bu ərazi axtarılacaq. İkinci çətinlik – cəsədlərin yerinin dəqiq bilinməməsi. Bildiyiniz kimi bu ərazidə 30 il əvvəl gərgin döyüş baş verib və ərazi işğala məruz qaldığı üçün buradan sağ qurtulan olmayıb. Bu səbəbdən də kimin hansı yerdə döyüşdüyü, həlak olan zaman hansı ərazidə qaldığı dəqiq məlum deyil. Ərazinin dağlıq və mürəkkəb relyefə malik olması bir tərəfdən çətinlik yaradırsa, digər tərəfdən də döyüş gedən sahənin böyük olması axtarış işlərini daha da çətinləşdirir. Həmin itkin düşən qardaşlarımızdır. Eldar, Rəşadət və Ələddin. Bunların da
plakatları vurulub bura. Bu qardaşlar itkin düşən yer buradır. Üçüncü çətinlik. Cəsədlərin üzərinin torpaq qatı, eləcə də sərt və möhkəm dağ otları ilə örtülməsi. Axtarış işlərində iştirak edən dövlət qurumlarının əməkdaşlarının yaxından çəkilişinə icazə olmadığı üçün biz axtarış prosesinin çətinlikləri ilə bağlı keçmiş döyüşçülərin və komandirlərin təəssüratlarını dilə gətiririk. Gördüyünüz kimi 30 il əvvəl itkin düşənləri ərazidə tapmaq çox çətindir. Bu qəhrəman oğulların nəşi həlak olarkən açıq havada qalsa da, 30 il ərzində onların üzərinə bəzi yerlərdə hətta 1 metrə qədər torpaq qatı yığılıb. Bundan başqa digər bir çətinlik isə həmin torpaq qatının üzərində sərt teksturalı dağ otlarının bitməsidir. Axtarışda iştirak edən qazilərimiz, şəhid qardaşı və 2-ci qrup əlil Rizvan Qasımov, İbad Vəliyev, Əli Hüseynov, Sərxan Quliyev, şəhid atası və keçmiş döyüşçü Çingiz Cəfərov və Məhəmməd Göyüşov 30 il əvvəl bu ərazidə döyüş zamanı necə fədakarlıq göstərirdilərsə, indi də itkin döyüş yoldaşlarının tapılması üçün eyni fədakarlığı göstərirlər. Bunun həm fiziki, həm də psixoloji cəhətdən nə qədər çətin olduğunu bir anlıq olsa belə təsəvvür etməyə çalışın. Keçmiş döyüşçülər haradasa qarşılarına bir parça köhnəlmiş, çürümüş əskər buşlatı, kiteli, o vaxtı sərt şaxtadan qorunmaq üçün döyüşçülərin büründüyü ədyalın uclarını tapan kimi sevinirlər. Bir dənə də Sərxan qardaşımız nişanə tapdı. Baxın, baxın. Bunun altındadır. İndi biz o nümayəndələri gözləyirik ki, gəlsinlər, qalsınlar. Görə buradan indi nə çıxır? Bizim itkin qəhrəman şəhid qardaşlarımızın nişanələrindən Sərxan qardaşımız əldə elədi. Şəhid qardaşlarımızın paltarlarından və bax nədir orada? Hə. Parmak sünər hamısını, bax parmak. Əlcəkdir cora. Corab diyor. Coranın içindədir ama. Hə. O. Burada. Demi tarafını koysun. Bax onda buralar hansı axtarılmalıdır düzgünce. Hə qardaşlar. Həqiqətən çox təsirlidir. Çox. Siz təsəvvür edin. Biz nə yaşayırıq onu Allah bilir. Ha buradan bax işte. Bak görürsən. Elə bax sənlə danışa gəlirdim. Bu paltarı tapdım. Ha bax indi. Bax onu indi gərək özlərini çağıram. Özləri gəlsin ki eləsinlər. Bunu qazsınlar, sapıyorlar, axtarsınlar, tapsınlar. Görək bunun içində nə var. Axtarış aparılan ərazidə bəzən möcüzələr də baş verir desək, yanılmarıq. Qazilərimizin fədakarlığına sanki təbiət özü də dəstək olur. Rizvan Qasımov bildirir ki, axtarış apardığı zaman gözünün qarşısında dayanmadan dövr edən bir kəpənək ona yardımçı olub. O əvvəl kəpənəyi ciddiyə almayıb və düşünüb ki, təbiətdə bu adi bir haldır. Lakin sonradan kəpənək uçuşunu dayandıraraq müəyyən bir əraziyə qonub. Həmin yerdə Rizvanın gördükləri onu heyrətə salıb. Belə ki, kəpənəyin qonduğu yerdə itkin döyüşçülərə məxsus insan sümüyünü aşkarlayıb. Bu kəpənək uçdu, fırlandı. Geldi qondu buraya. Baxın. Bax. Şimdi buranı axtaracağım. Görün bu nədir? Bu nə işarədir? Çox değerli uçtu getdi. Geldim bu sümüyü tapdım. Artık 4 metre ondan var. Ama birinci gördüm uçtu geldi fırlandı. Buraya kondu. Ama tez uçtu geldi o tarafa uçtu. Ben baktım çok zayıflayıktı. Ama yani geldim 4 metre bəriydi bilmirəm o nerede ne diyor. Kepenek ne işare verirdi vermirdi. Bu sümüyü tapdım.
mən bilmirdim yanvar ayının rəhmətin 40-ına kimi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nəzərinizə çatdırım ki, Rizvan Qasımov keçmiş Sovet ordusunun tərkibində hərbi xidmətini başa vurub qayıtdıqdan sonra Azərbaycan ordusunda könüllü xidmət edirdi. O Ağdərə, Ağdam, Laçın və Kəlbəcərin müdafiəsində iştirak etmişdi. Rizvanın kiçik qardaşı Qulam da Ağdərə döyüşlərindən sonra 5-ci Bərdə batalyonunda qardaşı ilə çiyin-çiyinə döyüşürdü. 1994-cü ilin yanvarın 19-da Rizvan Qasımov ağır yaralandığı üçün hospitala göndərilir. Lakin yanvarın 20-sində Rizvanın kiçik qardaşı Qulam Qızılqaya əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalır. Rizvan Qasımov kiçik qardaşının şəhid olduğunu yalnız 40 gün sonra xəbər tutur. Həmən Qızılqaya əməliyyatında da mənim qardaşım şəhid oldu. Bunu mən bilmirdim yanvar ayının rəhməti. Kim oradan ayrılsın, onlar ruhdan düşsün. Onları daha da ruhlandırmaq üçün mən istədim mənim qardaşım orada qalsın. Belə də olmalıydı. Kəlbəcər əməliyyatları keçirilən vaxtı biz kombatımızı itirdik. Tahir Cəfərov şəhid oldu, itkin düşdü. Onun qardaşı şəhid olmuşdu. Sonra bizim qərəgərəsi 1-ci qrup Qarabağ əlli Mayıl idi, 1-ci qrup Qarabağ əlli oldu. Onun qardaşı Yusuf şəhid oldu. Bölük komandır Rizvan Qasımov idi, onun qardaşı Qulam Qədir şəhid oldu. Yəni batalyonun komanda heyətinin bir neçə özünün qardaşları döyüşdə də şəhid oldular. Maradonları nə qədər vurmuşdusa, siz inanın ki, həmən oğullar tanımırdı. Rəng qaralmışdı, papaq basılırdı sivətə. Ona görə ki, şaxta boranda hamı orada, yəni ki, hər bir kəsi şaxta vurmuşdu. 2012-ci ildə demək, Müdafiə Nazirinin demək, konkret nazirinin əmri ilə elmi əsərlər məcmuəsidir bu. Yəni çap olundu. Burada Kəlbəcərin müdafiəsi, mövzu 93-cü il Kəlbəcərin müdafiəsi haqqında. Bax, burada yazır, 5-ci Bərdə taboru. Hara baxsan 5-ci Bərdə taboru. Yəni bizim döyüşçülər bir il ondan qabaq o təcrübəni yığmışlar. Fərraşda, Qoçazda, Sarıbabada, Laçın istiqamətində, sonra Ağdam istiqamətində biz olduq. Yenidən Murova qaytardılar. Qaytaran kimi də ilk əmri bizə verdilər ki, siz keçməlisiniz Murovu. Amma demək 1994-cü ilin 2 yanvarda və 28 yanvarda 2 dəfə prezident sərəncamı olub təltiflərlə bağlı. Bir nəfər də 5-ci batalyon əsgər zabiti təltif olunmuyor. Atalar demişkən, insana dostdan, qardaşdan yaxın heç kim ola bilməz. Əgər dost, qardaş dediklərin, əskərini düşünən komandirlərin sənə rəhbərlik etmirlərsə, yadlardan kömək gözləmək mənasız olacaq. O zaman 23 döyüşçü də belə bir vəziyyətə düşmüşdü. 701 saylı briqadadan onlara kömək gələn olmadı. Amma onlar 701 saylı briqadanın qalan şəxsiyyətinin ərazidən sağ çıxmasına yardımçı oldular. Bugün 5-ci Bərdə taborunun sabiq komandirləri Gəray Əsədov, Rizvan Qasımov və İbad Vəliyev o dövrün yüksək komandalığından tələb və istəkləri budur ki, onların həyatını xilas edən bu 23 itkin döyüşçünün fədakarlığını unutmasınlar. Çünki bu ən azından vicdan məsələsidir.
İtkin qəhrəmanların axtarışı ilə bağlı hələlik bu qədər. Sonda onu da nəzərinizə çatdırım ki, 1994-cü ilin fevralın 10-u 12-si aralığında sözü gedən 23 nəfərdən əlavə Qızılqaya yaxınlığında yerləşən Bağırlı və Buzluq dağlarında da fərqli mövqelərdə olan və taborun şəhid olaraq itkin düşən digər döyüşçülər də var.